Bugün Nəbadət bağına gəzintiyə gəldik uşaqlarla. Çox xoş oldu, çox qəşəngdir. Zəngin oksigeni var. Məsləhətdir siz də gələsiniz inşallah. Salam, mənim gözəl bacılarım. Hər birinizi salamlayıram Arzu'nun mətbəxindən. Kanalıma xoş gəldiniz. Nə yaxşı ki gəldiniz. Çox sevindirdiniz məni. Allah hamınızdan razı olsun. Mənim gözəl bacılarım. Hamınızı öpürəm, bağrıma basıram. Bu günlərim mən gilanarlı salat hazırlamaq istəyirəm. Bu salata nə gedir? Gilanar gedir, pomidor gedir, kırmızı soğan gedir, sarımsaq gedir, reyhan, bir de sonda ağ küncüt, duz, istiot. Xanımlar, mən bunların hamısını qabaqcadan yumuşam, təmizləmişəm, doğrayıb yığmışam ki, elə birbaşa belə başlayayım inşallah. Birinci pomidorumuzu tökək. Belə. Sonra vişnямızı tökək. Gilanarımızı, yani ki bildiğimiz gilanar. Bu bizim kırmızı soğanımız. Sarımsağımız ve bizim reyhanımız, güzel hanımlar. Çok qəşəng bir salatdır. Bilənlər yəqin ki bilir. Duzumuzu tökək. Yenə deyirəm, hər bir şey duzdur, istiotdur, zövqə görədir. İndi bunları qatışdırırıq. Rahat bir salatdır. Düzəlmə forması da, düzəltmə forması da rahatdır. Dadı da çox qəşəngdir. Reyhanla sarımsaq, bir də gilanar xüsusi dad verir bu salata. Xanımlar, məsləhət görərdim ki, siz də hazırlayasınız. Yeməklərinizin böyründə olsun. Nuşicanla yeməklərinizlə yeyəsiniz inşallah. İndi mən bu salatın hazır formasını sizə göstərəcəm inşallah. Hazır qabına töküm, küncüdün üstünə töküm, hazır formasını sizə göstərəcəm. Mənim əziz bacılarım, dəyərli xanımlar, yoruldum, dedim biraz ara verim. Bir çaşka çay için, biraz dincim çıxsın, sonra yenə işimi davam edərəm inşallah. İnanırsınız gözəl xanımlar, o qədər yorulmuşam ki bugün. Bugün çox işlərim oldu, evləri təmizlədim, salatımı hazırladım, qablarımı yudum, kuxnyamı təmizə çıxartdım. Ona görə çox yoruldum. Dedim, əyləşim bir stəkan çay için. Həm də mənim dincim çıxsın biraz. Əziz bacılarım, bu yəqin ki hamınız bilirsiniz də, bilənlər bilir. Bunu mən payızda hazırlamışdım, feyxuadı. Maşından keçirib içinə peso vurmuşdum. Peso katmıştım. Bir de qoz katmıştım. Qoz katanda çox dadlı olur bu feyxua mürəbbəsi. Elə qalıbdı məndən 2 banka eləmişdim. Birini içdik, biri qalıbdı. Dedim elə götürün bunların için mənim çox xoşuma gəlir. Bu feyxua mürəbbəsi.
Gözəl xanımlar. Belə çayımı içim. Durum işlərimə davam edeyim inşallah. Videomu da bitirim. Öpürəm sizi. Salam əziz xanımlar. Mən bugün yenə desert hazırlamaq istəyirəm. Fərqli olacaq. Niyə? Burada 2 ədəd qara dondurmadır, 2 ədəd də ağ dondurma. Burada qaysı doğramışam xırda-xırda. Burada da gilas 2 yerə bölmüşəm, böyük gilas idi, 2 yerə böldüm. Burada da qoz ləpəsidir, bunu da xırdalamışam, üstünə tökəcəm inşallah. Xanımlar, bu bizim bildiyimiz dondurmadır. İkisi şokoladlı dondurmadır. İkisi də adi ağ dondurmadır. Mən bunu bir dəfə ailəm üçün eləmişəm. Xoşlarına gəlib uşaqların. Dedim, bir dənə də video çəkim. Kanalda olsun. Ola bilər kimsə xoşlayar. Nəvələrinə, evlatlarına düzəldər bu deserti. Nuşcanla yeyərlər. Bura mən tökdüyüm indi qayısını, doğradığım qayısını. Xırda-xırda. Gilası tökdüm. Bunu qəşəng qatışdıracağım. İnanırsınız xanımlar, o qədər dadlı olur, qəşəng olur. Elə deyəsiniz ki, yemək yeməyək. Gün ərzində elə bu desertlə dolanaq inşallah. Bir dənə prob eləyərsiniz inşallah. Çox xoşunuza gələr. Çiyələklə də eləyirəm, bananla da. Sadəcə indi evdə əlimin altında var idi. Ərik, bir də gilas. Biraz içinə qatdım qozun ləpəsindən. Qalanı da üstünə tökəcəm inşallah. Hazır formasını sizə göstərəcəm, gözəl xanımlar. Xanımlar, salatımın hazır formasıdır. Tökdüm, qablaşdırdım. Üstünə də ağ küncüdü səpdim. Çox gözəl bir salatdır. İstəyərdim siz də hazırlayasınız. Bu yay aylarında yeyəsiniz nuşicanla. Bu salatım. Bu da mənim marojnadan düzəltdiyim desertim. Bu da çox dadlıdır. Yay aylarıdır. Yenə deyirəm, hazırlayın, evinizdə nuşicanla yeyin. İnşallah. Mənim əziz bacılarım, rəylərdə bir-iki xanım yazır ki, Arzu xanım, əriyin qabığın soyardınız gərək. Mən də fikrimi bildirdim düzdür xanımlara. Mən heç vaxt əriyin qabığını soymuram. Həmişə qabıqlı pişirirəm. O qədər qəşəng çıxır ki, heç onun qabığı hiss olunmur. Yeyəndə də nuşicanla, qəşəng çayla içirik. Yəni hamının fikrinə, bütün xanımlarımızın fikrinə hörmətlə yanaşıram. Hərənin özünün bildiyi resepti var. Necə istəyir, o cürə də pişirir bizim gözəl xanımlarımız. Mən də həmişə qabıqlı pişirmişəm. Niyə yalan deyim ki, mən qabığını soymuşam? Əsla. Heç vaxt soymamışam. Mən əncilin qabığını soyuram pişirəndə. Bir dənə əncili soyuram. Bir də heyvan mürəbbəsi pişirəndə heyvan qabığını soyuram. O biri mürəbbələrimizi, yəni ki, əriyi mən həmişə qabıqlı pişirmişəm. Qəşəng də alınıbdır. Yenə də çox sağ olun. Yorumlar yazırsınız, fikir bildirirsiniz. Çox məmnun oluram, çox xoş olur mənə. Allah hamımızdan ayrı-ayrılıqda razı olsun, gözəl bacılarım. Bu düzəltdiyim desertdən, salatdan, siz də nuşicanla düzəldin, ailənizlə yeyin. Çox xoşunuza gələr.
Əminəm ki, xoşunuza gələcəkdir də inşallah. Mən burada gözəl xanımlar sizlə sağollaşmaq istəyirəm. Sizin yorumlarınızı gözləyirəm. Fikirlərinizi gözləyirəm. Çox sağ olun gözəl xanımlar. Hamınız mənim üçün gözəl yorumlar yazırsınız. Hələ bir dənə negativ yorum yazan olmadı. Bu da sizin daxili gözəlliyinizdən irəli gəlir. Hamınızı öpürəm, bağrıma basıram. Çox sağ olun, var olun ki, mənim üçün əziyyət çəkib yorum yazırsınız. Allah hamınızdan razı olsun. Baxan gözləriniz var olsun, mənim gözəl bacılarım. Yenə də gözləyirəm o gözəl rəylərinizi, yorumlarınızı. İnşallah mən sağollaşıram. Yeni video ilə görüşənə qədər. Öpürəm sizi, gözəl bacılarım.